Salam gənclər, daha bir magla qarşınızdayıq və bugün mövzumuz İslam Həmrəliyi oyunlarıdır. Oyunlar çərçivəsində hər gün nəsə baş verir və həmin məlumatı biz sizə çatdırırıq. Gəlin ilk olaraq video çarxı izləyək, daha sonra isə qonaqlarımızla tanış olaq. Hər birinizi salamlayırıq, xoş gördük sizi. İlk olaraq Könül xanımdan başlayaq. İslam Həmrəliyi oyunlarına hazırlıq necə gedir? Hazırlığımız tamamlanıb və artıq oyunları uğurla keçirəcəyimiz bir mərhələyə gəlib çatmışıq. Şəhərimizdə fərqli reklam lövhələrini görə bilərsiniz. Hansısa qeyri-adi bir başqa görüntülərimiz də var. Şəhəri maksimum bəzədməyə çalışmışıq. Həmçinin gələcək şəhərimizin qonaqları üçün və həmçinin şəhərimizin sakinləri üçün qeyri-adi bir şeylər də fikirləşmişik. Reklam daşıyıcı kimi bir deyə bilərik. Billboardlar və s. onlar adi bir elementlərdir ki, onlardan hər zaman istifadə olunur. Bu dəfə biz yenilik kimi bir şey istifadə etdik. Sosial şəbəkələrdən qaynaqlanıb Instaframes dediyimiz bir qurğu hazırladıq ki, onu da şəhərin ən görkəmli yerlərində quraşdırdıq. Sosial şəbəkələrin birinin çərçivəsi şəklindədir və insanlar o çərçivə arxasında durub şəkil çəkdirirlər və s. və bunu sosial şəbəkələrdə paylaşırlar və artıq İslam oyunlarının rəmzi də belə deyək, getdikcə paylaşılır və tanınılır, daha da çox tanınır. Şəhərimizin ən çox gəzintili yerlərində quraşdırmışıq. Dəniz kənarı bulvarımızda, Fəvvarələr meydanında, içəri şəhərimizdə, yəni ki, ən gözəl və gəzbəsi yerlərdə nəzərdə tutmuşuq. Və bir də onu qeyd edim ki, biz artıq o qurğuları yerlərinə qoyan kimi, biz o qurğulardan 2 addım geri çəkilirdik və artıq şəhərimizin qonaqları orada durub şəkil çəkdirildi, bunun da şahidi olduq. Yəni ki, artıq hazırıq deyə bilərik. Bəs Bakı 2017 tanıtım çarxı necə yaranıb? Bu suala
Ayxan yəqin cavab verər. Baku 2017 keçən həftə 20 gün qalmış. Baku 2017 İslam Həmrəyliyi oyunlarının rəsmi promo rolikini çıxartdı və promo rolikdə də əsas hissə bizim brend idi. Bildiyiniz kimi Baku İslam oyunlarının brendin əsas hissələrindən biri UNESCO-nun mədəni irsi olan, Azərbaycan mədəni irsi olan Qobustan qoruğunda qayalarda çəkilən rəsmlərdir və həmin rəsmlər bizim brenddə piktogram deyilən sport atletlərini göstərir və filmdə də bu hissədən istifadə edilib. Bundan başqa promo rolikdə də əsas göstərilən atletlərin ulduzlardan yaranmasıdır, ulduzların cəmləşməsindən yaranmasıdır. Burada biz müxtəlif cür sportların nümayəndələrini görə bilərik. Filmin ssenarisinin yazılmasında musiqi, melodiyada çox böyük rol oynayıb. Əgər siz filmə baxsanız, melodiyada simfonik muğamın duyğusunu hiss eləyə bilərsiniz və bu melodiyanın ssenari yazılmasında da çox böyük ilhamlandırıcı bir rol oynadı. Bundan başqa deməli rolikdə əgər əvvəldən axıra gəlsək, orada da Qobustan hissəsini biz görəcəyik və Qobustan hissəsində də həmin rəsmlər atletlər formasında cana gəlir və promo rolikin axırında atletlər artıq Bakı Olimpiya stadionunda çıxır və oyunlar başlayır. Ayxan çox maraqlı danışdı, ona görə mən həmin tanıtım çarxını baxmaq istəyərdim gənclərlə birlikdə. Buyurun baxaq. Çox gözəl, təşəkkür edirəm. Çox gözəl alınıb, maraqlı alınıb. Mən medallar və uniformalar haqqında soruşmaq istəyirdim. Medallar və uniformalar necə yaranıb və ümumiyyətlə hansı simvollar var və həmin simvollar hansı məna daşıyır? Medallara başlamamışdan öncə medalın sırf özündən yox, istəyirəm medal qablaşmasından başlayaq. Medal qablaşması bu komplektdə medalın özü, medalın lenti və qutu daxildir. Medalın lentində bizim brendin əsas rəngi olan yaşıl rəngdən istifadə eləmişik və həmin lentin üzərində İslam Həmrəyliyi İdman Federasiyasının loqosunun və Bakı 2017 İslam Həmrəyliyi oyunlarının loqosunu istifadə eləmişik. Və medalların özdə yəni aydın olduğu kimi qızıl, gümüş və bürünc rənglərdədir. Medalların üst tərəfində Bakı 2017 İslam Həmrəyliyi oyunlarının rəsmi loqosun, arxa tərəfində isə İslam Həmrəyliyi İdman Federasiyasının loqosunu istifadə eləmişik. Medalın üstündə gördüyümüz bu naxışlar Bakı 2017 brendinin əsas naxış elementi olan brend xalçasından gəlir. Bu brend xalçasıdakı naxışlar komponentidir ki, biz ona bu adı vermişik. Bu həmin naxışlar qədim Azərbaycan və İslam xalça elementlərinin ikonoqrafiyasından qaynaqlanır və onlar özlərində xalça elementləri ilə bərabər Qobustan qayaüstü rəsmlərindən belə deyək, ahəngilənərək yaratdığımız piktoqramalarla vəhdət yaradaraq ictimaiyyətə təqdim olunurlar.
Həmin bu naxışların içərisində bolluq və bərəkəti, yəni motivləri nəzərdə tuturam. Mərdlik və şücaəti, eləcə də qədim Oğuz mədəniyyətini, Oğuz xalçaçılığını bizə çatdıran motivlər yer alır, naxışlar yer alır. Yəni indi siz özünüzdən gördüyünüz kimi həmin bu xalça medalların üzərində olan, eləcə də bizim formalarımızın üzərində olan bu naxış elementləri özlərində çox qədim Azərbaycan milli dəyərlərini, milli irsini əks etdirirlər. Medalların dizaynlarının hazırlanması, medalın istehsalı ilə məşğul olan yerli bir şirkətin dizayner komandası ilə bizim brend dizaynerlərinin əməkdaşlığı şəraitində yaradılıb. Medallar artıq hazırdır, ictimaiyyətə təqdim olunub, dediyim kimi 7 aprel tarixindən və medalların qalınlığı 9 mm, diametri isə 80 mm-dir. Eyni zamanda istəyirəm formalarımız haqqında danışım. Formalarımız da martın ilk günlərində ictimaiyyətə təqdim olundu. Formalar rəsmi işçilər, texniki rəsmilər və padriatçılar olaraq 3 fərqli qrup üzrə fərqli dizaynlarda hazırlanmışdır ki, bildiyimiz kimi onların da həm xanımlar üçün, həm də kişilər üçün fərqli formalarda istehsal edilib. Forma dəstinə papaq, köynəyin özü, şalvar və bel çantası daxildir. Formaların rəngləri həmin bu işçi qrupları üzrə dəyişir. Könüllülərin və əsas işçi heyətinin formasına biz yaşıl rəngi və eyni dizaynı tətbiq eləmişik. Formaların da üzərində, yəni gördüyünüz kimi bizim brend xalçasının naxışlarından istifadə olunub. Həmin xalça elementləri, həmin o qayaüstü rəsmlərdən ilhamlanaraq yaratdığımız petroqliflər öz əksini tapıblar. Və simvollar hansı mənanı daşıyır? Bu simvollar onun üzərində gördüyümüz xalça naxışlarıdır. Bu xalça naxışları qədim İslam və Azərbaycan xalça elementlərindən gəlir. Yəni gördüyümüz həmin o simvollar xalça motivləridir, yəni xalça naxışlarıdır ki, öz əkslərini qədim Azərbaycan xalçalarında da, qədim İslam dünyasında da öz əkslərini tapıblar. Onların içində müxtəlif mənaları daşıyan, müxtəlif anlama gələn motivlər mövcuddur. Çox sağ ol ətraflı məlumata görə, təşəkkür edirəm. Nigar xanım, Grassroots proqramı haqqında siz nə danışa bilərsiniz bizə? Hər vaxtınız xeyir olsun. İlk öncə Grassroots sözünün açıqlamasını demək istərdim. Grassroots deməli kökdən zirvəyə qədər deməkdir. Yəni məsələn ağacın kökündən ən uca nöqtəsinə kimi deməkdir. Və həmin bu Grassroots proqramı çərçivəsində bizim həm yerli, həm də beynəlxalq atletlərimiz və Milli Olimpiya Komitələri sadəcə sosial şəbəkələrdən istifadə edib, deməli Bakı 2017 4-cü İslam Həmrəylik oyunlarının təbliğatını aparır və məsələn bu yaxınlarda bizim atletlərdən olan Şeyx Səid Əl-Məktum, onunla gözəl səmimi bir söhbət apardıq biz və çox gözəl bir promo video çəkdik və məncə indi ekranlarda onu izləyə bilərik. Assalamu alaikum wa rahmatullahi wa barakatuh. My name is Saeed bin Maktoum, Rashid Al Maktoum. I am a shooter from United Arab Emirates, participating in the Islamic Solidarity Games in Baku. Everything on the gun has a secret, but people don't know. Don't start behind people. Start where they are and find out what they know, and from there go in front. A professional looks slow but acts fast. Person is at the top of his level, at the top of a mountain. So you have to do sacrifices and go down to the valley to climb another mountain which is higher. Çox maraqlı videodur. İnanıram ki, gənclərin də xoşuna gəldi.
Amma mənə maraqlıdır. Grassroots proqramın çərçivəsində nələr təşkil olunacaq gələcəkdə və siz gənclər üçün nəyi planlaşdırırsınız və gənclər nəyi gözləyirlər ki, bu proqramı? Deməli, az öncə gördüyümüz kimi bu və digər çarxlar hər bir atletlər həmin videolardan özləri çəkiblər hansısa bir video və hansısa bir videolar biz tərəfindən hazırlanıb və çəkilib həmin atletlər üçün. Bundan əlavə atletlərimiz yenə də vurğulamaq istəyirəm, həm yerli, həm də beynəlxalq atletlərimiz məktəblərə, kimsəsiz uşaqlar evlərinə gedib, deməli həmin uşaqlar üçün master-klasslar aparıb, sonra qocalar evini ziyarət edib, qocalara öz sayğılarını, qayğılarını göstəriblər və məncə ən əsası odur ki, Grassroots bu proqramın fəlsəfəsi ondan ibarətdir ki, atlet öz izləyiciləri və pərəstişkarları ilə bir araya gəlməkdədir. Yəni ki, belə. Çox gözəl. Rəşad, başqa hansı tədbirlər görünüb Bakı 2017-də? Əslində bizim çox tədbirlərimiz olur. Deməli, oyunların başlamasına 25 gün qaldığı bir müddətdə biz böyük bir flash mob keçirdik. Bura İslam Həmrəyliyi İdman Federasiyasına daxil olan 57 dənə ölkəni nümayiş etdirən biz 57 könüllümüzlə, 57 iştirakçı ilə, bu flash moba qatılan iştirakçı ilə oyunlara nə qədər hazır olduğumuzu, nə qədər qadir olduğumuzu göstərdik və onunla bağlı gözəl xatirələr oldu, sosial mediada da gözəl sözlər eşitdik. Mümkündürsə mən istəyərdim həmin videoda bir nəzər salaq. Əlbəttə mümkündür, buyurun baxaq. This feeling inside my bones, it goes electric wavy when I turn it on. Off from my city, off from my home, we're flying up no ceiling when we in our zone. I got that sunshine in my pocket, got that good soul in my feet. I feel that hot blood in my body when it drops. Ooh, I can't take my eyes off of it, moving so phenomenally. Come on, like the way we rock it, so don't stop. And under the lights when everything goes, nowhere to hide when I'm getting you close. When we move, well, you already know. So just imagine, nothing I can see but you when you dance, dance, dance. Feel good creeping up on you, so just dance, dance, dance. All those things I shouldn't do, but you dance, dance, dance. And ain't nobody leaving soon, so keep dancing. I can't stop the feeling, so just dance, dance, dance. So just dance, dance, dance. Ooh, it's something magical. It's in the air, it's in my blood, it's rushing on. I don't need no reason, don't be control. I fly so high, no ceiling when I'm in my zone. 'Cause I got that sunshine in my pocket, got that good soul in my feet. I feel that hot blood in my body when it drops. Ooh, I can't take my eyes off of it, moving so phenomenally. You're more like the way we rock it, so don't stop. Under the lights when everything goes, nowhere to hide when I'm getting you close. When we move, well, you already know. So just imagine, nothing I can see but you when you dance, dance, dance. Feel good creeping up on you, so just dance, dance, dance. Come on, all those things I shouldn't do, but you dance.
Gənclər, sizə lazım olan məlumatı Bakı 2017-nin rəsmi saytından əldə edə bilərsiniz. Biletlər barədə danışmaq istəyərdim. Ötən verilişlərdə biz danışmışdıq ki, biletlər artıq satışdadır, çox sərfəli qiymətdə və siz nə danışa bilərsiniz bu barədə? Bəli, biletlər artıq bir aydan çoxdur ki, satışa buraxılıb və çox münasib qiymətə satılır, 2-5 manat arasında. Bu təbii ki, idman sessiyalarına olan qiymətlərdən gedir söhbət. Əsas bizim gütdüyümüz məqsəd odur ki, ailəvi sürətdə və yaxud da ki, dost tanışlarla hər hansısa bir kütləvi şəkildə insanları bu sessiyalara cəlb edək. Çünki bildiyiniz kimi də idmana qarşı maraq getdikcə daha da artır. Ölkəmiz, şəhərimiz çox böyük bir idman layihələrinə imza atır, uğurlu imza atır və ona görə sadəcə biletləri alıb idman sessiyalarımıza gəlməyinizi çağırırıq, istəyirik. İdmançılarımıza, xaricdən gələn atletlərə də, öz atletlərimizə də dəstək olmaq üçün. Çox sağ olun, təşəkkür edirəm gəldiyiniz üçün hər birinizə və hər biriniz möhtəşəm bir işlə məşğulsuz. Sizə uğurlar arzulayıram. Sağ olun. Siz fəal olun. Gəncləri sizdən xəbərdar etmək işini isə bizə buraxın. MAK Xəbər efirdə. Artıq 4-cü İslam Həmrəyliyi oyunlarına doğru geri sayım başladı. Maraqla gözlənilən 12 may tarixinə 2 həftədən də az vaxt qalıb. Birlik, sülh, hörmət və mükəmməlliyi əsas dəyər hesab edən oyunlara hazırlıq müddətində bu dəyərlərə xidmət edən xeyli tədbir həyata keçirilir. Növbəti belə tədbir Gücümüz Həmrəylikdədir mövzusunda keçirilən konfrans oldu. Bildiyiniz kimi, ölkəmizdə bütün sahələrdə olduğu kimi idmanın da inkişafı ən yüksək səviyyədədir. Bu istiqamətdə görülən işlər bütün beynəlxalq nüfuzlu idman təşkilatların diqqətini cəlb edir. Azərbaycan bütün müsəlman ölkələrin dostluq, qardaşlıq münasibətlərinə üstünlük verir. Daim İslam ölkələrinin həmrəyliyinə nail olunması istiqamətində fəallıqla seçilir. Müxtəlif mövzuların müzakirəsindən öncə Azərbaycanın dünyada artıq idman ölkəsi kimi tanındığı qeyd olundu. Həmçinin hazırlıqların tam sürətlə getdiyi və arenaların bu mötəbər yarışa tam hazır olduğu da bildirildi. İslam Həmrəyliyi oyunları mədəniyyət və inkişaf üçün körpü mövzusundakı çıxışlarda qeyd olundu ki, məqsəd yalnız idman yarışlarını keçirmək deyil. Bu yarışlar vasitəsilə həm də İslam mədəniyyətini yenidən dirçəltmək və təbliğ etməkdən ibarətdir. 4-cü İslam Həmrəyliyi oyunlarında gənclərin rolu mövzusunda isə iri miqyaslı tədbirlərin ayrılmaz parçası olan könüllülərdən yetişməkdə olan gənc nəslin potensial imkanlarından söhbət açıldı. Digər aktual bir mövzu idman tədbirləri və sosial media, maarifləndirmə vacibdir oldu. Günümüzdə insanların həyat tərzinə çevrilən sosial mediada tədbirlərin işıqlandırılmasının daha effektiv olduğu vurğulandı. Konfrans müxtəlif dövlət qurumları və idman ictimaiyyətinin nümayəndələrinin oyunlarla bağlı fikirlərini bölüşdüyü videoçarxın nümayişi ilə başa çatdı. Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Marinari Vatanabeyə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktor adı verilməsi ilə bağlı tədbir keçirildi. Akademiyada baş tutan mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov və Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Marinari Vatanabe iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Fuad Hacıyev, Vatanabe'nin karyerası barədə ətraflı məlumat verdikdən sonra bildirdi ki, Elmi Şuranın qərarına əsasən Akademiya məşhur gimnastın idmandakı nailiyyətini nəzərə alaraq ona Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktor adı verilməsinə qərar verilib. Now it's a very high level, so I think that the artist gymnastics and rhythmic gymnastics and trampoline, all discipline will come to the 2020 Olympic Games. Azərbaycanda hazırda gimnastikanın inkişafı çox yüksək dəyərləndirirəm və mən əminəm ki, 2020-ci Tokyo Olimpiya oyunlarında Azərbaycan nümayəndələri həm idman gimnastikası, bədii gimnastika və batut gimnastikası üzrə yarışlarda təmsil olunacaq. Ardınca Gənclər və İdman naziri Azad Rəhimov fəxri qonağa öz təşəkkürünü bildirdi və Azərbaycanın idman sahəsindəki nailiyyətləri barədə məlumat verdi. Yekunda qonaqlara hədiyyələr təqdim olundu.
Bax belə gənclər, bugün Magi yekunlaşdırırıq və hər birinizi Bakı 2017-nin iştirakçısı olmağa çağırıram. Gəlin ölkəmizin ən yeni tarixini birlikdə yazaq və sonda geyimimə görə Rodrigo mağazalarına təşəkkür etmək istəyirəm. Sağ olun gənclər, görüşənədək.